Simonyan Köçəryanı Rusiyanın casusu adlandırdı. Sabiq prezident Kremlin sifarişlərini icra eləyir. Ermənistan parlamentinin spikeri Alen Simonyan ikinci prezident Robert Köçəryanı Rusiyanın casusu adlandırıb. Report xəbər verir ki, bu barədə Ermənistan kütləvi informasiya vasitələri məlumat yayıb. Siyasi bəyanatlar vermək hüququnun olduğunu deyən Simonyan jurnalistlərə bildirib ki, casusluqla bağlı faktlara malik olmasa da o siyasətçidir və keçmiş prezident və onun rəhbərliyi elədiyi Hayastan blokunun nümayəndələrinin səsləndirdiyi tezislərin təhlili əsasında siyasi bəyanat verir. Spikerin qiymətləndirməsinə görə bu tezislər Rusiyanın mövqeyi ilə üst-üstə düşür. O, həmçinin Belarusun nümunəsinə uyğun olaraq Ermənistanın ittifaq dövlətinə qoşulmasına tərəfdar olan Gümrünün yeni meri Vardan Qukasyanın mövqeyini xatırladıb. Simonyan bu səbəbdən Köçəryanı Rusiyanın maraqlarına xidmət edən siyasi xadim hesab eləyir.